Bugün Qurbanlı Millətmənin 36-cı bölümü ilə qarşınızdayım. Bu arada dedim fərqli bir giriş eləyim. Yəni ağlıma başqa heç bir şey gəlmədi. Yəni evdə heç nə yoxdur. Bir dənə bu balıqlar var, bu flamingo var, bir dənə mən var. 36-cı bölüm və artıq 36-cı bölümdəyik. Görək bu gün bizə necə videolar atıbsınız. Görək Azərbaycanda nələr başlayır. Görək Azərbaycanda nələr olur, nələr bitir. Görək necə axmaq videolar görəcəyik, necə gizsiz videolar görəcəyik ya da necə yaxşı videolar görəcəyik. Yaxşı videolar da ola bilər. Video keçməmişdən əvvəl bir dənə like atmağı unutma. Bu balıqların canı bir dənə like at. Bu balıqların canı bir dənə nəzir. Hər yayın əvvəli mənim muz. Bu nə də? Bir dənə yaylıq paltarım yoxdur mənim. Mən keçən yay nə giymişəm, lüt gəzmişəm. Hanı paltarlar? O sırada mən. Sadəcə bir dənə qara köynəyim var, sonra çıxanlara bir dənə ağ köynəyim var, onu geyinirəm. Vəsiyo. Yayı bununla keçirəcəm, gəl yayı da bununla keçirəcəm, orası yayı da bununla keçirəcəm. Bəlkə 3 ildən sonra paltar almağı çəkə bilərəm. Qızların dərdindən öldüyü oğlan, qızların sönüb baxmadığı oğlan. Səndə nə fərqi var sevgi məsələləri? Valla məsələ deyil, məsələləri deyil. 70-80, bütün gün barda çıxır. Məsələn, Sən necə? mən də işte lan 3-cü sinifdə bir qız sevmişdim dayı. Görürsüz, təəssüf günümüz qızları. Ümumi demirəm, çoxu belədir. Əskər nə edirsən burada? Cənab leytenant əsgər cəvəlir. Cənab leytenant, cənab polkovnik Əsəfən cənab mayor dediyimə görə cəza olaraq qeyd ulduzların sayı gəlmə ərizə elə demişdi. Heç say sonra gəlib mənim arz edərsən. Niyə cənab leytenant? Çünki cənab leytenant yox, cənab kapitan. Oldu cənab. Qayzı. 557, 559. Keçən həqiqətən də belə Yusifdə belə bir şey yaşamışdı demişdim mən. Prosta yadımdan çıxdı nə yaşadığı. Ay zibir. Əsgərlik belə olmasa xahiş edirəm. İnşallah biz belə şeylər yaşamarıq. Yəni bizə 5 manat pul düşən kimi biz. ATV deyil. Of sənə. Of. Qardaşım həyatı yaşayır. Həyatı belə yaşamaq lazımdır. Əlinizə 5 manat düşən kimi gedib 5 manatla çabab seçin. Seçə bilmərsiniz. Heç nə deyəmərsiniz baxın 5 manatla. Nəysə başım bırak. Yanında 5-ci sinif uşaqlar. Düzünə rövşən. Düzünə polik. Yetinə düzünə rövşən. Düzünə rövşən. Aviyə. İnciməsində klubdan çıxaq qırmadığımız amilin əldə. Niyə həmişə amil olur bu söhbətlərdəki hədəf? Niyə həmişə amil olur ki, başqa bir ad yoxdur? Yazıq amillər. Gərək düz olasan. Düz nə deyirlər? Düz nədir? Saniyə, dəqiqəyə, saata. Bəli, Saat neçədir bura? Saat 2-dir. Səndə neçədir? 2-yə qalıb. Sənin saatın işləmir. Niyə deyirlər? Çünki sən səhvsən. Sənin saatın dəqiqliyi. Ya da bu uşaq vallahi. İnsan da dəqiqliyi. Sən alıb alacaqmı səni müddətcə? Bəli, sən heyf olursan buralarda. Sən o fosil videoda bu neçə ilin videosu buna bağırlar. Oğrana keyfiyyəti 140 piksel düşüb. Biraz yaş ortalaması 55, 42, 18, 5. Həyatım atam cinlən. O indidən oğlan ətrafınızda adım var, gedişində ol. Belə şey olmadı sən. Bu qədər oğlan çevrəsi olar ha. Görürsən bu qədər oğlan adam atası ilə, qız atası ilə də gedib gəzirsə da nə deyim, mənim sözüm yoxdur o qıza yəni sən. İroni. Bax ironi deyirəm. İroninin nə olduğunu bilməyənlər üçün deyirəm. İroni. İroni nədir? Bir şey yalandan şişitmək ya da yalandan zarafata vurmağı deyirlər ironi. Şütbeyinlərə deyirəm bu sözü. Əgər başa düşdünüzsə bu sözü əvvəlcədən bunu sizə demirəm. Mənim oğlum az bal yığanda mən onu həmin günü apardım restoranda qonaqlıq verdim. Az bal yığanda kəsiləndə. Gördüm ki uşağım sıxılıb dedim getdi özü də elə belə restorana aparmadım. Halal olsun beləncik analara həqiqətən. Yəni biz az bal yığsaq, ya da biz imtahandan kəsilsək, yəni özünüz yaxşı bilirsiniz hansı ssenariyo yaşanacaq. Bir dənə öləmlər baxsın. Bu qayaşın yıxılmağı o üçün bir dənə videosu var da toslamaq şədə. Hansısa bir ayda bir dənə bir şey aldım. Partlatdığımı düşündüyüm imtahan cavabını çıxanda partlayan tərəfin mən olduğunu görərəm. Partladıbsan bro. Əsl Azərbaycanlılar bilir ki, toyda sadəcə bir növ içki içə bilər. Bəli, düzdür. Səbəbini bilənlər bu videoya like atdı. Görürsən deyim. Hər dəfəsində belə şey buraxıram ki, deyim deyəcəklər ki, özü başa düşmür, ona görə yorumlardan istəyirsən. Hər dəfə bir dənə sok süzən kimi afsetdə gəlir, eyni soku süzür, həmin söhbət. Xanım bir şey unutdu. Thank you. Hə, oravı bravo açmağı unutmuşsan. Salam xanım, salam, tanış olmaq olar. Olur, ben də bəyəndim səni Instagram. Xahiş edirəm, öz dilinizdə danışın. Öz dilinizdə danışın. Demirəm ha, normalda sevgililər yəni şirinlik olsun deyə bir-birlərinə türkçə sözlərdən istifadə edirlər. Yəni bilirəm də o qədər də mağar adam deyiləm. Prosta yəni nə bilim, mən məsələn yorum yazanda yarısını Azərbaycanca, yarısını türkçə. Abi arada bir türkçə sözlərdən istifadə eləmək heç problem deyil. Bu arada mən də istifadə edirəm. Məsələn indi bu arada dedim. Bu da hansı videoda belə bir misal gətirmişdim. Nəysə, amma sözün yarısını Azərbaycanca, yarısını türkçə yazmaq okey bir şey deyil. Yəni başa düşürsən. İndiyəcəklər özü bu cümlə deyəndə okey dedim, bu arada dedim. Bütün Azərbaycan olmayan sözlərin hamısını istifadə elədim. Gəl burada belə deyirsən. Haqlısınız. Ton balık, kola.
Enerji içeceği içinde. Onu çeləyirəm deyib 2 video çəkdim qoydum oldu Instaya trend. Salmanski gang nigga bahalı brand. Yüksəlirəm getolardan zəvələrə indi bitch. Yerdən duran mahnı çıxardır, bəlkə mənə çıxarır. Dostum görüşməyə çağırıram, yenə fırladar gəlməz. Nə bir adamsan, adamlığın olsun, yeç oğlasan, məzatı qanacan olsun. Vallahi. Nə vaxt deyirəm deyirsən işim var, Sən- işim var, işim var. Rəşid var ha, bir sənə təriydi. Deyirsən ki, parkdayam da, Rəşid gəlirsən, deyir ki, metrodayam. Bir görsə 2 saniyə adam sənin yanına ışınlanır da. Yəni bunun səbəbini bilmirəm. Yəni bizi çox istədiyindənmi, çox beşər olduğundan bilmirəm, ancaq haqqını yeməyək də indi. Haqqını nədir, günahı yeməyək. Ay like at da sən, like at. Aç işi. Ay like atmıyorsan. Yuxarı qaldırsan bir də like atırsan. Heç işsən yəni. Gün neçənci dəqiqədə baxırsan, utanmır özündən. Kardeşim kız yazıb ola bilsə mən getdim Evrazdan. Zino, vəli xaram, vəli xaram, vəli xaram. Dil podruqamdan gəlirəm. Bratişka deyən konum atsınlar da. Ay Zivit, bu arada yenə deyirsən, çox deyirsən bu sözü. Ancaq deyir ki, burada kimin belə dostu var? Mənim belə bir dostum var. Adını da çox yaxşı bilirsiniz. Amma bu səfər deməyəcəm, çünki çox klassikləşdi də yəni. Mikrofonsuz oxumaq lazım. Kim bacarır gəlsin oxuyaq. Nə cür çıxar mikrofonsuz? Bu cəmaatı niyə alırsan? Ay utanmırsan hə, cəmaatı niyə alladırsan hə? Onun orasına qoyduğun necə gördü, gəldi. İmkan vermədən cəmaat bir playback eləsin orada. Playback demirlər ona. Camal astral səyahətdədir. Biz hər səhər bu dramı yaşayırıq. Nə vaxtda kim olacaq mama qurban? Ne olub ki? Yatıb Rahat deyil bu rahat yatmısan. Camal dur. yerdə yatır. Dramdır bu hə mələ. Sən amma yaxşı qızsan hə? Ancaq şapalaqdır mama. Hə? Ancaq şapalaqdır. Oncu şapalaqdır. Mama şapalağı. Bir dənə mama şapalağı. Qız da qışa gedir ha, onun üçün şapalaqdır. Camal cins saat 2-də yatıb, bir daş daşıyıb, saat 5-ə qədər. Nə olub valla bu uşağa? Ay qız, bezdim bu metrolarda, nə qədər yeni şey görəsən? 7-24 maşinist. Bu gün də maşinistlərimiz üçün yandırırıq. Çöp yandırırıq, heç nə yandırmıyor. O ağla gəldiyi şey yandırmır. Mənim həqiqətən metro işçilərini yazdığım da ömürlər torpağın altında keçir. Əmin ol ki, Azərbaycanda bunlardan daha çox yazığa gəlinəsi insanlar var da. Fiziki olaraq yəni kifayət qədər yaxşı maaş alırlar. Elələri var ki, gün axşama kimi günəşin qabağında işləyirlər, toz torpağın içində işləyirlər. Yəni bunların aldığı maaşın 1/3-ni belə almırlar da yəni. Bazı uşaqlara yemək verərkən samalyot gələr dedim və ağzında sadəcə içli iş olduğunu gördüm. Və deyirlər qadınlar yumor eləyə bilmir. Kişilər suboy olanda qızların izi görürlər. Kişilər münasibətdə olanda qızların izi görürlər. Söhbətə başa düşmədim ya bu arada. Suboy olanda qızlara baxmırlar. Evlərindən sonra şor göz eləyib öz qadınından başqa qızlara mı baxırlar? Yəni söhbət bundan mı ibarətdir? Qızlar yeni tanış olduğum oğlan budur. Yüzü nədir? Kəş mən də balıq bürcü olsaydım da belələrini rast gəlməzdim. Yusuf demişəm, bürc bilirsiniz uşaqlar, ulduzdur, ulduz. Bürc sizin xasiyyətinizi heç nəyə təsir edə bilməz. Bir də xahiş edirəm, bir də yorumlara yazın. Görmə mənim bürcümü təxmin edə biləcəksiniz. Həqiqətən baxın, 50%-dən yuxarı bir kəsim mənim bürcümü həqiqətən təxmin edə bilirsən, mən bürclərə inanacağam. Gəlib burada mənə sıx takipçilər yazmasın bu yorumları. Məni tanımayan insanlar yazsın. Ya da ki, bir iki videomu görmüş insanlar yazsınlar mənim bürcümü. İndiki qızlar oxuyursa onlar başa noldadır. Mən bunu deyə bilərəm. Hamısını oxuyan qız beter olmalıdır ki. Nə bilim. Başqa heç nə. Yəni ali təhsil almamalıdır. Ali təhsili oxumalı deyil. Oxumalıdırsa 11-ci sinifə ki, get evlən öz yəni ki, uşaqlar olsa. Azərbaycan belələrindən görə inkişaf eləmir. Amma 2 gündən sonra, məsələn, 2 gündən sonra bunlar arvada uşaq dünyaya gətirəndə gedib deyəcək ki, mən qadın həkim istəyirəm. Kişi həkim istəmirəm uşaq dünyaya gətirəndə həyat yoldaşı. Onun atası da sənin düşüncəli bir insan olsaydı, məsələn, orada kişidən başqa heç kəs olmayacaqdır. Yəni sən ləzzət eləyəcəksən, həyat yoldaşı var, bir kişi baxsın, hə? Yəni bunu da fikirləşmək lazımdır arada. Eşit. Oh shit. Oh no. İkizkenar geldi dostum. İkizkenarın tepesi kaç? 30. İkizkenar geldi adamım. Bu adam çok zor. Mesela ikizkenar geldi dostum. Ben bildir yazıyatı bize bu kadar mükemmel başa salsaydılar. Hakikaten gelip 150 bal vurardım da bırakılıştan, bloktan. Her neyse ondan. Bir erkeğin sevgilisi yoksa flörtü vardır. Flörtü yoksa zıvık bir kız arkadaşı vardır. Erkekler ilgi alınmadan nefes bile alamazlar. Sen diye sen səhv saldın ya. Setler karıştı diyesin sende. Sevgilim yoktu. Flörtüm de yoktu. Zıvık kız dostum da yoktu. Ve heç birinden de ilgi almaram. Sadece 4 tane oğlan dostum var. Fisyo. Ha. Ne oldu? Ne oldu? Ne oldu da? Arkadaşlar ne oldu lan? Ne oldu? Manipüle edemediği erkek prenses diyen kız mallı var üstünde. Full mənim hansısa bir dənə videom var idi. Full gəlib yorumlara yazmış prenses yazırdılar. Həmin adamlara gəlsin, həmin qızlara gəlsin bu video. Çiçekleri sorabilirsin. Saatlerdir oturuyorum.
bütün mavi kuşları söylüyorum. Fatura ve ötücü kuşlar. Küçük tatlı bebek. Sana çok aşık. Aşık. Hayatım kayarken kafamı taktığım şey. Ay ben yarın ne giyeceğim şimdi? Ben bunu söyleyeceğim. Centilmenlik bitmiş, erkekler kadınlara yer verdiği günlere ne oldu? Öz abim. Oturanlar hamısı öz abimdir, sən öl. Bax elə, birincisi, əgər gender bərabərliyindən söhbət gedirsə, sən də eyni yaşsan, o da eyni yaşdadır. O sənə niyə yer verməlidir? İkincisi, ümumiyyətlə metro və avtobuslarda kimə yer verilməlidir, mən deyim də. Aşırı qocalara yer verilməlidir. Bir də ki, hamilə qadınlara yer verilməlidir. Bir də yanında uşaq olanlara yer verilməlidir. Sənin yaşında bir qıza və ya səndən 200 yaş böyüyə də, ümumiyyətlə də 40 plus olmayanlara yer vermək axmaqlıqdır. Gəlib yorumlar qismində polunu ağlaya bilirsən. Səbəbini də sənə deyim. Məsələn, sən 20 yaşın var, adamın 35 yaşı var. Atıram da. O işdən yorğun gəlib, sən də yorğun gəlmisən. Hardansan, random şəkildə deyirəm. Sizin haqqınız bərabərdir, qardaşım. Sən yer vermək məcburiyyətində deyilsən ona. Ya da yanıqlar, metoda zaten yanıqlar var. O izi 40 yaşında kişidir hə. 20 yaşındakı qıza durdu yer verdi. Mən belə yanıqlıq görməmişəm də. Sonra belə şey yoxdur da. Sən rəşd eləyirdi. Mən neçə dəfə onu qınadım ki, qardaşım, sən səhv eləyirsən də. O qız kimdir ki, sən ona yer verəsən? Tanıdığın bir qız deyil. Ya da nə bilim, tanıdığın biri deyil. Sən ona niyə yer verəsən? Mal kimi dururdu, yer verdi. Nə var, qaşaq qızdı. Oturduğunuz yerdə durmayın. Bu dediyim 3 nəfərə qarşı durun, qalanlara durmayın. Demək inşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Bu videoya bir dənə like atmağı, bir də abunə olmağı yadınızdan çıxartmayın. Daha çox davamının gəlməsini istəyirsə, yorumlar qismində bəlli eləməyi də unutmayın. Gəzək videoya görüşmək üzrə. Sağ olun.